Rəcəb ayı gözəl ay, bərəkətli ay, mənəviyyatın baharının başlanğıcı. Bu 3 ay mənəvi yolda çox mühümdür. Kamala yetişmək üçün, kamala çatmaq üçün çox tövsiyə olunub ki, bu aylara diqqət etmək və bu ayların zikirləri, ibadətləri, orucları çox dəyərli və fəzilətlidir. Hədislərdə var bu ay haqqında Şəhrullah Əl-Əsəm. Bu elə bir aydır ki, Allah bizdən pis bir şey eşitmək istəmir, bizim barəmizdə pis bir şey eşitmək istəmir. Xoşa gəlməz məlumat çatmasını istəmir. Hərdən olur deyirik balamız, övladımıza deyirik. Ay mənim əziz övladım, səndən daha heç pis bir şey eşitmək istəmirəm. Bu ay haqqında da belə buyururlar, Şəhrullah Əl-Əsəm. Allah eşitmək istəmir bizimlə bağlı pis bir şeylər. Digər adı Şəhrullah Əl-Əsəb. Əsəbdən məqsəd təsibbur rəhmə fihi səbbən aləl-ibad. Rəhmət çox boldu bu ayda, Rəcəb ayında. Rəhmət çox boldu. Elə yağış kimi yağır. Hər yerdən yağır. Yağış yağsa, torpaq münbit olsa, toxum səpilsə, cücərər. Fidanlar böyüyər və ağaclar, o ətişan ağaclar, ətişan güllər sirab olar. Ama torpaq şoran olsa nə olar? Heç nə bitməz orada. Bu göyün müşkülü deyil, bu göydən yağış yağır, müşkül yerdədir, torpaqdadır. Ona görə bu ayda rəhmət leysan yağışı kimi yağır. Kim nə qədər bəhrələnəcək, bəhrələnəcək. Kim nə qədər fayda əldə etmək istəyir, fayda əldə etsin. Və bu aylar hazırlaşdırır insanı Ramazan ayının qədir gecəsinə. Hər 3 ay insanı gətirir, çatdırır o qədir gecəsinə. Yəni Ramazana hazırlıq artıq başladı. O Ramazan ayının qədir gecəsi ki, bilirsiniz, tənəzzəlül mələikət və ruh, mələikə nazil olur, 1000 aydan üstün və o ayda tam bərəkət əldə etmək istəyirsinizsə, Rəcəbdən başlayır məsələ. Rəcəbin zikirlərindən, ibadətlərindən, dualarından, oruclarından başlayır məsələ. Məsələyə ciddi yanaşmaq lazım. Təsibbur rəhmə fihi səbbən aləl-ibad. Elə hey yağır. Yu'tihumullah minəl kəramat vəl-məsubat. Allah istəyir səni bu ayda kəramətli eləsin və sənə çoxlu bərəkət nazil eləsin. Deyir, bax da, səni kəramətli eləmək istəyirəm. Səni bərəkətli eləmək istəyirəm. Özü elə bir kəramət, elə bir bərəkət ki, ma la eynun ra'ət və la uzunun səmiət və la xətərə alə qəlbi bəşər. O neymətlərdən söhbət açıram ki, sizə göz o neymətləri görün. Qulaq onu eşitməyib. Yəni, moizələrdə eşitməmişsiniz onu. Nə verəcəklər? Yəni, mən də bilmirəm nə verəcəklər. Nə qulaq eşidib, nə göz görüb, nə ağlıva gəlir. Sığmır o verilənlər bu dünyaya. Yəni, bu dünyadan qopasan ki, onları görüb anlaya biləsən. Görünən budur ki, lütf böyük lütfdir. Görünən budur ki, mərhəmət çoxdur. Çoxdur. İndi nə verirlər? Nə bilib nə verirlər? Hədisin sonu məchul saxlayıblar. Başa düşürsünüz. Deməyiblər ki, adam demək üçün söz yaranmayıb. Məsələ budur. Demək üçün söz yaranmayıb. Bu insanda bir doğrudan da bir ruhiyyəsini oyadır. İnsanı ayağa qaldırır. O kəslər ki, deyir, mən hər şeyi atıb, bütün pisliklərdən qurtulmaq istəyirəm, yenidən başlamaq istəyirəm, buyura bilər yenidən başlasın. O kəslər ki, istəyirsin ki, mən ikinci dəfə dünyaya gəlsəydim, daha bir də belə eləməzdim. Rəcəb ayında ikinci dəfə dünyaya gələ bilərsən bu mənada. Yenidən özünə qayıdış, sıfır nöqtəyə çatmaq istəyirsənsə, ki, yəni adam hərdən deyir, əvvəldən başlasaydım, bu peşəni seçməzdim, bu yolu getməzdim, filan kəslə dost olmazdım, filan işləri görməzdim. Allah deyir, Rəcəbdə şansı verdim sənə, bismillah, təzdən başla. Elə bir təzdən dünyaya gəldin. Kim ki istəyir qurtulsun, amma qurtula bilmir. İndi fürsət. Çünki bir cümlə var, oradan çıxarış edirəm. Bu cümləni deyəcəm sizə. Allah Teala deyir ki, buyurar ki, hər gecə bir nida olar Rəcəb ayında.
Bir mələk nida elər Allahın adından. Tuba liz-zakirin. Zikr edənlər xoş olsun halınıza. Tuba lit-ta'in. İtaət eləyənlər Allaha xoş olsun sizin halınıza. Yaxşı. Və yəqulullah Teala. Allah nə deyər? Ənə cəlisu mən cələsəni. Məndən oturmaq istəyəndən mən oturaram. Vaxt ayırmağa imkanım var. Bismillah. İstəyirsən həm söhbət ola? Buyur ki. Əta'ani. Çox belə dəhşət sözdür həqiqətən. Sən nə deyirsən, mən nə deyirəm sən elə, sən nə deyirsən mən eləyim. Söz budur. Xafiru mən istəğfərəni. İstiğfar eləyəni bağışlayaram. Yəni bağışla deyənin bağışlayaram. Əş-şəhru şəhri. Allah bu qədər niyə əzəmət, bu qədər rəhmət niyə? Niyə bu qədər keçirsən? Niyə bu qədər bəhanə edirsən? Deyir, əş-şəhru şəhri, ay mənim ayım, vəl-əbdu əbdi, bəndə mənim, rəhmətu rəhmət, rəhmət də mənim, özüm bilərəm yəni. Qarışmayın belə məsələlərə. Sənlik deyil. Yaxşı, oldu. Davamım var, sözü var ya Rəbbələm, bəli. Fəmən dani fi hazə şəhr əcəbtuhu. Kim bu ayda mənə çağırsa cavab verərəm. Və mən səaləni əteytuhu. Kim istəsə əta edərəm. Hə, gəldim, çatdım. Və mən istəhdani hədəytuhu. Kim bataqlıqdan çıxmaq istəyir. Kim hidayət olmaq istəyir. Kim deyir yorulmuşam. Kim deyir bezmişəm yaşadığım bu həyatdan. Ki bu cürünə günahların çirkabındayam. Qurtula bilmirsən hansısa adətindən, vərdişindən, Allah deyir, fürsətdir Rəcəbdə qurtula bilərsən. Fürsət. Və mən istəhdani hədəytu. Kim hidayəti sizi hidayət edərəm. Və cəaltu hazə şəhrə həblən beyni və beynə ibadi. Allahla mənim bəndələrim arasında bu ay bir yoldur, bir ipdir, vasitədir. Fəmən i'təsəmə bih və sələ ilək. Kim tutsa çatar mənə. Tutan kimi çatarsan Rəbbim. İp özü insan çəkir aparırsan ki. Çətin tutana qədərdir. Möhkəm tut aparsınlarsa. Rəcəb ayı özə qayıdışdır. Fitrətə qayıdışdır. Həqiqət və qayıdışdır. Fırtınalardan, burulğanlardan qurtulmaq istəyirsə buyur. Bismillahirrahmanirrahim. Peyğəmbər dua eləyərdi Rəcəb ayında. Allahümmə barik lənə Rəcəb və Şəban və bəlliğna Ramazan. Allah Rəcəblə Şabanı mənə mübarək elə. Məni çatdır Ramazana. Yəni çatdır məni o Ramazan ayının o mənəviyyatına, o süfrəsinə, o bərəkətinə. Mən də əyləşim o süfrədə. Görünən budur ki, o süfrədə əyləşməyin yolu Rəcəb Şabandan keçir. Şabanla Rəcəbi bərəkətli keçirsən, o süfrədə yerin var sənin. Süfrədən də süfrəyə yer var, fərq var. O ali süfrəni istəyirsənsə, o maidədə əyləşmək istəyirsənsə, maidə Allahın süfrəsi. Onun yolu Rəcəb Şabandan keçir, müğayət olun. Qardaşlarım, bacılarım. Mühüm bir dənə də sizə tövsiyəm, bu ayın da Ramazan ayının hörmətini saxladığınız kimi saxlayın. Hiss elətdirin ki, Rəcəb ayı daxil oldu. İş yerlərinizdə, evvüzdə, dostlarınızla. Hiss elətdirin ki, Rəcəb ayı daxil oldu. İftar süfrələri təşkil edin. İndidən başlayın bu süfrələri verməyə. Cəmaatda bir təşviq yaradın, o süfrədə əyləşən o da tutar. Siz əgər bu ayın ehtiramını saxlasınız, mən əzzəmə şəhrə Rəcəb, fəqət əzzəmə əmrəllah. Bu ayın hörmətini saxlasınız, Allahın hörmətini saxlamışsınız. Allahın hörmətini saxlayın bu ayda. Yaxşı. Və Rəcəb ayının birinci gecəsinin və gündüzünün əməlləri var. Tutaq ki, sabah Rəcəb ayının biridirsə, misal üçün, gecəsi bu gecədir də. Misal deyirəm ha. Rəcəb ayının gecəsi və gündüzü. Yəni istəyirəm deyim, Rəcəb ayının birinci iftarının gecəsindən söhbət getmir. Axşamından ki, axşam girir, sabah günü daxil olur. O gecə ki, gününə keçir, o gecədən günə, sübhə qədər əməllər tapşırılır. Bir əməl budur ki, əhya saxlamaq. Əhya saxla ki, əhya olasın, diriləsin. Əleyhissalam buyurur, bəndənin ilin 4 gecəsi var ki, Allahı ayırmasını çox sevirəm.
bəşər o gecə ayırsa Allahla ünsiyyətə Əmirül-Möminin deyir, mən çox sevirəm o insanı. Mən çox sevirəm o insanı. Hansıdır o 4 gecə? Bir gecə buyur Leylətul Fitr. O inşallah Ramazan ayı çatsın, fitir. Onun gecəsi. Bir gecə buyur və Leylətul Əzha, qurban nəsib olsun. Və Leylətul Nisf minəş-Şaban, Şaban 15 inşallah onu danışaram, nəsib olsun. Allah ömür versin, sağ qalsam. Bir də Rəcəb ayının 1-ci gecəsi. Əmirül-Mömindir, əhya saxlayın. Və həmən gecə şam namazından sonra qüsl almaq. Qüsl almaq. Elə ki çatdı gününə yetişdiniz, Rəcəb ayının 1-ci günü. İnşallah İmam Hüseyin ağanın ziyarəti. Orada olan orada edər, olmayan buradan etsin. Ziyarəti buradan edəsin. Üzü qibləyə dayan. Üstəbənə sallallahu aleyhi ya Əba Abdullah. Ya Əba Abdullah sənə salam olsun. 3 dəfə belə düşən İmam Hüseyni ziyarət eləməsin. Xanım, kişi fərq eləməz. Əlin ürəyimin üstündə dəstəmazı aldın, salamı verdin. Açıq havada deyil, daha yaxşı. Amma evdə də olsa eyb yoxdur. Deyirlər, elə bir İmam Hüseyin ağanın savabını, o ziyarət eləməyin savabını sənə verəlir. 1-ci günü İmam Hüseyini unutma. Qurban Allah, hara gelsən İmam Hüseyin deyə. O adam bir nəfəri çox istəsə hey oradan danışar, orada oturanda, burada oturanda da. Allah da qurban olduğum, hara baxırsan İmam Hüseyin. Çünki xilas edir dünyanı İmam Hüseyin. O Peyğəmbərin əlindən su içən o Hüseyin dünyanı xilas edir və xilas eləməkdir və xilas edəcək. O Aşuranın sonluğu zuhurdur. 100%. Heç o yan bir yana yoxdur. Aşura get-gedə zuhura da yaxınlaşır. Bəli. Bir İmam Hüseyni ziyarət edin. Daha sonra İmam Səccad bir dua eləyib o duanı eləyəsiniz. Oxusaz oxuyun. Mən duanı oxuyuram buradan. Mən xahiş edirəm dostlara, sosial şəbəkədə paylaşarlar. Səhifələrimizdə bu duaları paylaşırlar. Mən amma bir dənə duanı oxuyub İmam Səccad nə oxuyarmış? Rəcəb ayının 1-ci gecəsi İmam Səccadın oxuduğu dua. Ya mən yəmlik həvaicəs saili. Sən o Allahsan ki, istəyənlər ki, nəyi istəyirə, o səndə var. Əmir var deyə ki, var yoxsa yox. So deyə, var deyə verərsən mənə. Elə demir, birbaşa deyə ki, mən nə istəyirəmsə o səndə var. Maraqlı duadır. Ya mən yəmlik həvaicəs saili. Ya'ləmu zəmirəs samitin. Allah, bəzi hacətlərimiz var, bəzi o dilimiz susur, amma qəlbimiz danışır, içimizdə, qəlbimizdə olanları bilirsən. Likulli məsələtin minkə səm'un hazir. İlahi, sən biz nə istəsək onu eşidirsən. Cavabun ətid. Sənin cavabın hazırdır. Yəni cavabın hazırdır səndən. O elə bir ki, bir nəfər dayanıb ki, o bir dənə desin ki, bağışlayın. Cavabı onun sualından qabaq hazırdır yəni. O cümləni tamamlamıyor, bir yarısını deyib bağışladım səni. Diqqət elədiniz. Cavabın ətid budur. Elə bir yaxınlaşsan bir nəfərə, o da gözləyirdi ki, sən səhvi başa düşəsən. Ona görə. Nəyə ki, məsələn, sənə sındırmaq üçün şəxsiyyəti gözləyir. Ki, başa düşəsən, o içindəki o egonu sındırasan, kibrivi sındırasan, yaxınlaşasan. Artıq sən gələ-gələ o görür ki, sən gəlirsən və artıq hiss edir ki, nəsə demək istəyirsən. Onun cavabı hazırdır, mən bağışladım səni, demək istəyir. Cavabın ətid budur. Elə ki, sən birinci ələ salam aleykum deyən kimi, qardaş deyən kimi, o deyir, bağışladım sən, narahat ol, keç get. Hələ gəlişin kifayətlə bunu gözləyirdim. Ki, başa düşsən, səhv eləmişsən. O ki, döndü, hür ki, gəldi, dayandı İmam Hüseyin ağanın qabağında. Dedi, tövbən həlli min tövbə, tövbəm qəbuldur. İmam Hüseyin bir kəlmə dedi, inzil, düş aşağıya. Atdan düş aşağıya, bitdi hər şey. Yəni, bitib hər şey. Cavabın ətid budur. Məsumlarda cavab hazırdır. Allahın cavabı hazırdır. Çox maraqlı duadır. Cavabun ətid. Allahümmə və məvaidukə sadiqə. Nə vədə vermisənsə düz demisən. Düz vədə vermisən. Heç bir vədə və xilaf çıxmamısan, ya Rəbbəl aləm. Mən buna şahidim. Və əyadikəl fazilə. Neymətlərin bol, çox. Rəhmətükəl vasiyə, rəhmətün geniş.
Fəəsəluke ən tusalli ala Muhammed və alə Muhammed. Birinci istəyim Peyğəmbər əhl-i beytinə salam dua, salamımı çatdırasan. Və ən təqziyə havaici lid-dunya vəl-axirə. İlahi, dünya və axirət istəklərimi mənə verərsən, istəyim budur. İnnəkə alə kulli şeyin qədir. Hər şeydə qadirsən. İmam Səccad Rəcəb ayının birinci günü oxuduğu duadır. İnşallah birinci günü bu duanı oxuyarsınız. Gündəlik əməlləri nədir ümumiyyətlə Rəcəb ayında? 30 günün əməlləri, ya 29 günsə 29 gün əməlləri. Nədir? Peyğəmbər buyurur: "Əksiru minəl istiğfar fi şəhri Rəcəb." Əməllərindən biri, qardaşlarım, bacılarım, əməllərindən biri. Çoxlu istiğfar edin. Çoxlu tövbələr edin. Yaxşı. Estağfurullah və əsəluhu tövbə. Ayda 1000 dəfə, bir ayda 1000 dəfə. Bölündə neçədən 100 gün ərzində. Bu zikirdir, söz deyin. Estağfurullah zəlcəlali vəl ikram min cəmi'i zunubi vəl asın. 1000 dəfə. İnşallah. Yaxşı. Hədisdə var ki, bütün günahlarını bağışlanır. Bütün günahlarını bu zikir ilə söz. Ay ərzində 1000 dəfə İxlas surəsini oxumaq. Bismillahirrahmanirrahim. Qul huvallahu ehad, Allahus samad. 1000 dəfə ay ərzində oxumaq. Ay ərzində 1000 dəfə la ilahe illallah demək. La ilahe illallah, la ilahe illallah. Bir də Rəcəbin sübhü və axşamı. Deyiblər bu zikir deyin. Rəcəbin hər sübhü və axşamı inşallah. Hər sübh və axşam 70 dəfə bu zikir deyin. Estağfurullah və ətubu iləy 70 dəfə dedin. Sonra əlləvi qaldır nə Allahumma iğfirli və tub aleyh. Allah mənə bağışla. Özün dönüş elə mənə təala. 70 dəfə onu deyəndən sonra estağfurullah və ətubu ileyhdən sonra bu sözü deyirsən Allahumma iğfirli və tub aleyyə bir dəfə bunu əlvi qaldırırsan. Axşam da bu cürə təkrarlasan, hər sübh və axşam bu zikr ediyorsun inşallah. Allah buyurur ki, o Rəcəbdə ölsə Allahın razılığı onun üzərindədir. İndi sağ qalsa da ki, başqa nemətlər ölsə. Əgər işdir birdən Rəcəbdə bu zikir eləyə dünyasını deyirsə, Allah o bəndədən razıdır. Yaxşı, bu da zikirlər. Orucları haqqında. Birinci tövsiyəm oruç tutağın. İndi səhhəti ilə bağlı oruç tutmayanlar. Səhhəti ilə bağlı oruç tutmayanlar. Həkim tapşırıb ki, olmaz. Doğruna görə ciddi də təsir, ziyanı var ona. Yaxşı, o neynəsin? Peyğəmbərdən hədisi gündə bir dənə çörək sədəqə versin. Çörək misaldır da, indi başqa nə sədəqə verirsə. Hər gün sədəqə çıxart bu niyyətə ki, Allah mən orucu tuta bilmədim, amma sədəqə verin. Yaxşı. Bu sənin o tuta bilməyənlər üçün. Qəzası olanlar qəzasını tutsun da, müstəhəb tuta bilməzdir. O kəslər ki, qalıb orucları sona qədər qutarın. Keçən aydan qalan qəzalar varsa, keçən ildən qalan qəzaları varsa, Ramazana qədər də onları qutarın. İmkanınız varsa saxlamayın qəza orucu. O təsiri var gedişatımıza. Hər kəs bir gün oruç tutsa bəsin. Yaxşı, iman üzündən imanla, ilahi rızayət qazanmaq üçün. Allahın xüsusi rızayətinə yetişər. Gündə bir dənə oruç tutsan hələ. Hədisdə var bir gün, bir başqa hədisdir. Məsələn, bir gün tutsun nədir, 7 gün tutsun nədir? Bax, deyirəm sizə, bir gün tutsun, cəhənnəmdən bir il məsafə qədər uzaqlaşarsan. Bir gün. Nə deməkdir bu bir söz? Bəzi vaxtlar bəşər cəhənnəmin astanasındadır, dünyanın bağzında. Belə eləsə düşər ora. Bir dənə vəzifəsi lazımdır, yıxılsın ora. Bir dənə xırda məyusluq yetər ki, çırpılsın ora. Bir dənə günah qalıb ki, ayağı büdürsün, düşsün ora. Çünki çuxurun yanındadır da, misaldır da bu. Allah deyir, kim əgər bir gün Rəcəbdən oruç tutsa, elə bil o yaxınlıqdan uzaqlaşır. Şeytan gətirə çatdırıb ora. Bir dənə belə itəlib salacaq ora. Sən əgər bir gün Rəcəbdə oruç tutsun, o bir gün səni uzaqlaşdırır bir il məsafə qədər. Çəkir, elə bil onun səylərini, bu şeytan da iki cürdə insanlardan, cinlərdən. Olan bütün səylərini dağıdır. Bu bütün hazırlayıb ki, bunu günaha çəksin. Bir dənə kəlmə qalıb ki, deyəcək, düşəcək o bataqlığa. Orada Allah Teala bir dənə Rəcəbin orucunu götürür, gətirir, atır, o tərəfə, geç o tərəfə. Geç o tərəfə. Allaha qurban. Onun bir günü budur. Yaxşı, davam edeyim.
7 gün tutsun, cənnətin 8 qapısı açılır. Qardaşlar, cənnətin buyururlar 8 qapısı, cəhənnəmin 2 qapısı deyirlər, 7 qapısı. Bunlar bir mənası da var. Əxlaq ustadlarından biri bir söz deyir. Bunlar elə söz deyil, oynayaq bu sözlərlə. Həqiqəti var, bir batini var, bir təkvini var. Bunun bir metafizik tərəfi var, doğrudan da bir aləmdən bunun bir təsiratı var. Bir əxlaq ustadı belə izah verdi, cəhənnəmin 7 qapısı nə deməkdir? Cənnətin 8 qapısı niyə? Müxtəlif cavablar var. Bir cavab budur ki, bir insan adətən 7 dənə üzvlə günah eləyər. Biri gözdür, lazım olmayan yerlərə baxar. Biri qulaqdır, boş kəlmələrə onu məşğul edər. Biri dili iləndir ki, insan lazım olmayan sözləri danışar, böhtan atar, töhmət vurar, ailəni dağıdar, ailəni vurar bir-birinə. Biri bətnidir, insanın qarnıdır. Qarnına görürsən, haram bilmir, halal məşqətinin. Allah kərimdir. Yiyir, qatıb qatışdır. Halalı harama, harama. Allah kərimdir. Qurbanım Allah. Bilirik də Allah kərimdir. Bu onun dəxli var. 5-ci mövzu deyirlər, insanın zina eləməsidir. Bildiniz, bəlli bir günahdır ki, kişi ilə qadın arasında baş tutar. Allah uzaq eləsin. 6-cı insanın əlləridir. Gələ bir nəfərin gücü var deyənə zəifi əzir. Zalımı vurmaqdansa məzlumu vurur. Yaxşı, belə birə. Məzlumu yerdən qaldıran əli yoxdur. Yaxşı. Bu əl, 6, 7 nədir? 7 insan ayaqlarıdır. Lazım olmayan yerlərə gir. Ayaq ara gir, bədən düşüb onu dalacaq. 2 dənə ayağın qurbanı olub. 7. Bu 7 dənə üzv qulaq assa ağla, cənnətin 8 qapısı da açılar, cəhənnəmin 7 qapısı da bağlanır. Cəhənnəmin 7 qapısı var. Bu 7 üzvə görə deyirlər, cənnətin 8 qapısı var. Bu 7 ağla tabi olsa, ağıl da söykənir vəhyə, onda cənnətin 8 qapısı onun üzünə açılar, cəhənnəmin 7 qapısı da onun üzünə bağlanır. Yaxşı. Bu bir dənə hədisin qısa izahı. Kim 15 gün oruç tutsa nə olar? Hacətləri qəbul olar. Daha çox tutsa daha çox. İnşallah nə qədər bacarır soruşdun Rəcəbdə. Peşman olarsınız, peşman olarıq. Vallahi billah. Tutmayanlar peşman olarıq. Mən bir nəfərin peşmançılığını oxudum tarixdə. Gəldi imama yaxınlaşdı. Dedi salam aleykum, İmam Sadiqlə görüşdü. Dedi buyur aleykumussalam. Dedi Rəcəb ayının axırlarıdır. Bu gün necə oruç tutmamışam hələ. Bir dənə də gün tutmamışam. İmam Sadiq dedi ki, orucu, özü İmam Sadiq soruş, tutmursan, dedi oruc. Görünən bu da imamlar üçün çox mühümdür bu məsələ. Dedi, yox, tutmamışam. Dedi, o qədər savab əldən vermirsən ki, Allahdan başqa heç kəs bilmir. Heç kəs bilmir nə qədər savab əldən vermirsən. Tutuldu, qaldı. Onun söz fəzilətlərin saydı. Dedi, ağa, sənə qurban olum, axır bir neçə gün qalıb, tutsam həll olar. Yəni, bir 2-3 gün qalmış görünən bu 3-4 gün. Dedi, hə, tutsan inşallah bu 3-4 gündə axırında inşallah fəzilətlə nəsə əldə edərsən. 100%. Sonra buyurur, kim bir gün, 2 gün, 3 gün axıra qalmışı tutsa, kim bir gün, 2 günü, 3 gün axıra qalmışını tutsa, nələrdən qurtular? Sakaratul maut hədislərdə gəlib. Çətin can vermək. Görmüş çətin can verənlər, mənə nə qədər adam yığıb. Nə dua oxuyaq, canım çapışırmır. Yığıb nədir? Başın üstə dayanmışam, can verə bilmir. Can verə bilmir. Çox əziyyət çəkir. Çox əziyyət çəkir. Allah uzaqlasın. O müxtəlif səbəbləri var. Müxtəlif səbəbləri var. Bəzi vaxtlar səbəbi budur. Bəzi vaxtlar. Kimin ki haqqını tapdalayın. O halallıq verməyənə qədər bu canını tapışır da bilmir ki. Zülüm çəkir. Bəzi o dilinə də gətirir onun adını ki, deyin yəni ona gəlsin allıq versin. Allah uzaq eləsin. Bir vaxt olar bu mövzunu danışıram. Sakaratul mautun səbəbləri. O çətin can vermək, niyə insan çətin can? Bir də necə eləsə insan qurtular çətin can verməkdən. Biri Rəcəb ayının axır günlərini oruç tutmaqdır ki, o can verməkdən qurtularsan, çətin can verməkdən. İkinci, qəbr əzabından qurtuluşdur. Üçüncü, Sırat körpüsündə büdürməzsən. Dördüncü, qiyamətin çətinliklərindən xilas olarsan. 5 günahların bağışlanır. 6, cəhənnəmdən xilas olunur. O, sonda 1 gün qalmış, 2 gün qalmış, 3 gün qalmış tutmaq. Yaxşı. Bu da Rəcəb ayının orucları. Amma sonda, bu ayda neyniyəsiz?
Zikrin dedim, duasın dedim, orucun dedim, namazlar da var inşallah səhifədə yazılır. Bu ayda əxlaq ustadları daha çox dayandıqları nöqtə budur. Ki, mühüm deyirlər budur. Bir neçə mühüm sözdür və biri budur. Qəlbinizə nəzarət edin. Bir ay mümkünsə qəlbinizə nəzarət edin. Nəzarətsiz saxlamayın. Yəni, qoruyun qəlbinizə deyir. Əslin üstündə. Kuntu bəvvaban əla qəlbi olun. Dayanın qəlb qapısının ağzında. Qoymayın ki, nə olsun? Yadlar daxil olsun, məhrəmlər qəlbi tərk etsin. Yad gələr, məhrəmi çıxardar, öz oturar yer. Əmirül-Möminin dili Nəhcül Bəlağədə. Şeytan gəldi, yuva saldı bədən insanın qəlbinin içində. Gəldi, yuva saldı. Ərşür-Rəhmanda. Üzr istəyirəm də, həyasız məxluq. Gəldi, deyir, məhrəmi dedi, çıx bu ayra, özü girdi içəri. Belədir. Mələkəni uzaqlaşdırdı, özü gəldi. Qəlbə nəzarət. Buna əxlaq ustadları müraqibət deyir. Dayanırsan. İstəyirsən özünü. Bu sözü deyim, deməyim. Filan yerə gedim, getməyim. Filan sözə qulaq asım, qulaq asmayım. Elə ey nəzarət. Qəlbində görsən məhəbbət yaranan bir nəfərəm. Niyə yarandı bu? Sırf sənə yaxşılıq elədiyinə görə o minlə başqa adama yaxşılıq eləyir. Niyə onda yaranmır? Yox da, yenə çoxumuz adamda bir məhəbbət yaranda deyir, insan yaxşılıq eləyən təşəkkür eləsin, bildim. Amma o cılız qəlb daxı, o hamıya yaxşılıq eləyən, onu sən sevə bilmirsən. Bir dənə sən eləyən kimi sevirsən. Bu qəlb yaxşı qəlb deyil. Ya məsələn, bir nəfərin bir dənə pis əməlini görmüsən, özünə nifrət edirsən. Bu qəlb yaxşı qəlb deyil ki. Hədisdə var ki, Allah nifrət edir əməli və özünü sevir. Bəzi insanlar var, əməlinə nifrət eləməli, özünü sevməli. Hə, bəzi insanlar var ki, bəşərətə qənim kesilib onu sevə bilmərəm. Bildim, təbərra. Amma adam 3-4 dənə səhv var. Mən ona niyə nifrət edirəm, əməlinə yox. Bu yaxşı qəlbdir. Deyə bildim, bu yaxşı qəlbdir. Yaxşı. Qəlbə nəzarət. Rəcəb ayında soruşursunuzsa məndən, mühüm əməl ki, mən kiməm? Nadir bir tələbə. Amma əxlaq ustadlarını belə oxuyub, araşdırıb qoydum qabağınıza ki, qəlbinizə nəzarət. Hazırlayın bu qəlbi Ramazan ayının qədr gecələri. Ramazanın qədri qəlblə əlaqəlidir. İndidən qədri bil ki, o qədirdən bəhrələnə biləsən.